Salam, hər vaxtınız xeyir. Mən Azad Eyvazov. Bu gün HTML video seriyasının mətn bölümündəyik. Mətnlər nədir, nə üçün istifadə olunur keçməmişdən əvvəl, əgər siz HTML nədir, nə üçün istifadə olunur bunları bilmirsinizsə, mənim əvvəlki videoma baxa bilərsiniz. Bundan da əlavə mən sizə V3C, yəni World Wide Web Consortium haqqında qısa məlumat vermək istəyirəm ki, bu konsorsium nədir və nə işə yarayır. V3C, yəni World Wide Web Consortium 1994-cü ildə Tim Berners-Lee tərəfindən webin standartlarını təyin etmək üçün qurulmuşdur. V3C HTML, JS, CSS və web texnologiyaları üzrə standartları təyin edən konsorsiumdur. Bu nə deməkdir? Yəni bu HTML-də biz keçən dərsdə əgər baxmısınızsa biləcəksiniz, taqlərin məsəl üçün bitiş taqını bağlamadıqda, içində müəyyən standarta uyğun olmayan nəsə elədikdə qarşımıza çıxan xətaları bildirmək üçündür. Necə deyim, müəyyən bir şablon, standart var və biz kod yazdıqda, proqramlaşdırma etdikdə həmin standartlardan qırağa keçə bilmərik. Əgər qırağa keçsək, ya xəta verə bilər, ya da kodumuz düzgün işləsə belə standarta uyğun olmadığı üçün SEO, yəni Search Engine Optimization tərəfindən düzgün qəbul edilə bilməz. Bunu da ki, biz gələcək dərslərdə keçəcəyik. Bir də bizə ən lazım olan şeylərdən biri, yəni olmasa da olar, amma kodumuzun düzgünlüyünü yoxlamaq üçün, yəni HTML kodlarının düzgünlüyünü yoxlamaq üçün V3C tərəfindən hazırlanmış bir alət var ki, Validator aləti. Onun da ki, linkini indi mən daxil olacağam və necə işlədiyini sizə göstərəcəm. Biz daxil oluruq bu linkə, yəni https validator.w3.org saytına və yaxud da ki, elə Google-dan da validator W3 yazsaz, bu sayt bizim qarşımıza çıxmış olacaq. Biz burada 3 cür kodlarımızı yoxlatdıra bilərik. 1. Saytımızın linkini verərək, məsəl üçün öz saytımın linkini verim. Bunu daxil elədim, çek eləyir. Gördüyünüz kimi burada düzgün olan hissələri mənə bildirir. Və mən haradasa bir ildən daha çox vaxt əvvəl V3C-nin Validator alətindən istifadə eləyərək saytımı düzgün standartlara uyğun hazırlamışdım deyə məndə, yəni mənim saytımda gördüyünüz kimi xətalar çıxmır. Burada sadəcə mənə info, yəni məlumat bildirir ki, buradakı xətt əgər bu atributlar dırnaqsız istifadə olunarsa, onlara təsir göstərə bilər. Amma mən burada dırnaqla istifadə elədiyim üçün məndə heç bir problem yaranmayıb. İndi isə keçək saytın digər hissəsinə, yəni fayl upload hissəsinə. Əgər bizim faylımız varsa, məsəl üçün index.html faylını götürüb buradan seçərək və sonra da check butonuna klikləyərək onun da düzgünlüyünü yoxlaya bilərik. Və yaxud da ki, direct input, yəni ki, birbaşa daxil etmə hissəsindən biz öz məlumatlarımızı daxil eləyə bilərik. Bunun üçün nə edirik? Birinci daxil oluruq öz VS Code editorumuza. Bunun üçün biz daxil olmalıyıq ilk öncə VS Code-a. Keçən dərsdən yazdığımız kodlar buradadır. Mən bunların hamısını kopyalayıram və yerləşdirirəm bura, sonra check eləyirəm. Check eləməmişdən əvvəl burada More Options hissəsi var. Biz burada müəyyən dəyişikliklər eləyə bilərik. Doc type, yəni HTML5 olub olmadığını və yaxud da HTML4 versiyasında və yaxud da XHTML olduğunu bəlli eləmək istəyiriksə, avtomatik tapmağını istəyiriksə, biz bu hissəni check eləyirik, yəni seçirik. Əgər özümüz seçilməsini istəyiriksə, buradan HTML4 və yaxud da XHTML1-i seçə bilərik. Amma məndə HTML5-dir və avtomatik tapmasını istəyirəm. Onun üçün bu hissədə seçim edirəm. Bu hissələr bizə o qədər də lazım deyil. Əgər istəsəz özünüz araşdıra bilərsiniz. Check etdim. Gördüyünüz kimi mənim kodlarımda heç bir problem yoxdur və validatordan düzgün şəkildə keçib. Əgər mən burada bu dırnağı silsəm və check eləsəm, burada error verəcək və errorun səbəbini bildirəcək. Məsəl üçün, UTF-8-də dırnağı bitirməmişəm, bağlamamışam. Burada qeyd eləyir. Hansı hissədə xətanın olduğunu. Məsəl üçün, title-ı da mən silirəm. Burada da bildirir ki, tapım onu göstərəcəm sizə. Aşağı hissədə, yəni title-ın bitişinin bağlanmadığını bildirir. Bu nədir? Bu standartlara uyğun olmayan kod deməkdir ki, standartlara uyğun kod olmadığını bildirir və belə deyək. Yenə də qeyd edirəm ki, SEO tərəfindən, yəni Google, Bing, Yahoo və s. digər axtarış motorları tərəfindən saytımızın ön plana çıxmasına əngəl olan amillərdən biri ola bilər. Onun üçün biz saytımızı
kodlarımızı standartlara uyğun yazmalıyıq. Həmçinin saytımızın oxunaqlı olması, başa düşülməsi üçün də standartlara riayət eləməliyik. İndi isə keçək biz paraqraflara, mətnlərə, yəni mətn teqlərinə. Bunun üçün mən yeni bir fayl yaradıram, adını text qoyuram, text yəni mətn, text.html. Əsas teqlərimizi burada qeyd eləyirik. Bundakı shiftə basılı saxlayaraq 1-ə basıb nida işarəsini gətiririk və taba basırıq və bizim əsas teqlərimiz gəlmiş olur. Burada yenə də title'ı dəyişirik, adını qoyuruq mətn teqləri və bu faylımızı açırıq. Onun üçün də biz daxil olmalıyıq faylımız olan qovluğa. Bizim qovluğumuz buradadır. Daxil oluruq text.html-ə. Mən bunu Google Chrome'da açacağam. Gördüyünüz kimi boş bir səhifə gəldi. Nə üçün? Çünki biz burada heç bir şey yazmamışıq body'nin içində. Mətn teqlərinə ilk öncə mən başlıqlarla başlamaq istəyirəm. Başlıqlarımız bundan ibarətdir. H1, H2, H3, H4, H5 və H6. Bizim 6 başlığımız var. 6 cür fərqli başlığımız var. Bunlardan məsəl üçün hamısını Azad Eyvazov yazacağam. İlk öncə görünüş cəhətdən fərqlənir bunlar. Sonra isə məna baxımından, yəni semantik baxımdan fərqlənirlər. Onları da mən bunları bir-bir yazandan sonra izah edəcəm. Azad Eyvazov. Save eləyirəm. Save-i də Ctrl, yəni Ctrl knopkasına basılı saxlayaraq S-ə basaraq eləyə bilirəm. Və yaxud da ki, buradan Save butonuna klikləyərək save eləyə bilərəm. Amma ən tez işləmək istəyirsinizsə, onda Ctrl S kombinasiyasını istifadə eləyin. Yazdım, save elədim və burada yeniləyirəm səhifəni. Gördüyünüz kimi H1 teqi ən böyük yazı ilə olan teqdir və H6 ən balaca ilə olan. Bunu inspektdən baxırıq. Gördüyünüz kimi bu H1-dir, H2 budur, H3, H4, H5 və H6. Gözə görsənən ilk fərqlilik bunlar arasında olan font size, yəni şriftlərin ölçüsüdür ki, bunu biz CSS-də istəsək dəyişə bilərik. Məsəl üçün mən indi nümunə göstərirəm, amma gələcəkdə CSS dərslərində ətraflı şəkildə keçəcəm. Məsəl üçün mən bunun font size-ını verirəm 100 piksel. Gördüyünüz kimi bu çox böyük oldu. Balacalaşdırıram. Tutaq ki 50 piksel elədim. H1 teqimizdən böyük oldu. Bu nə deməkdir? Yəni biz H6-nı, H4-ü H1-dən böyük eləyə bilərik. Onda bunlar arasındakı fərq nədir və nə üçün biz H1, H6 və s. istifadə eləyirik? İlk öncə qeyd edeyim ki, əgər biz SEO xarakterli mətnlər yazırıqsa, birinci olaraq, yəni həmin mətnin, belə deyək, məsəl üçün məqalə götürək. Məqalənin başlığı H1 ilə yazılmalıdır. H1-in alt başlığı H2, H2-nin alt başlığı H3, H3-ün alt başlığı H4 və s. belə davam eləyir. Yəni bir hiyerarxiya mövcuddur burada. İlk məna budur, yəni ki, bir-birinin altında yerləşməsi. H1, alt başlığı H2, onun altı H3 və s. İkinci olaraq isə SEO baxımından bizə lazımi hissələrdir bunlar. Yəni H1 səhifədə yalnız bir dəfə istifadə edilməlidir. Standartlara uyğun olaraq. Təbii ki, 2 dəfə də istifadə edə bilərsiniz. Bunda yəni heç bir xəta çıxmayacaq. Amma standarta uyğun olmadığı üçün SEO-ya baxanda, yəni məsəl üçün mən burada yazıram HTML. Birinci V-Series School saytı çıxır. Buradan da biz girib yazılı şəkildə HTML, CSS, PHP və s. digər dillərdə dərslər oxuyub öyrənə bilərik. Bunu nə üçün göstərdim mən sizə? Yəni bu axtarış motoru Google-un axtarış motorudur. Burada əsasən SEO skoruna görə saytlar ilk başda və yaxud da ondan sonra və ya digər səhifələrdə görsənə bilər. SEO skoruna, yəni SEO xalına təsir göstərəcək şeylərdən biri də bu H1, H6 teqləridir. Dediyim kimi H1 bir dəfə istifadə olunur, H2 1-2 dəfə və yaxud 3-4 dəfə məsəl üçün baxır, yəni başlığa bu şəkildə istifadə olunur. H3, H4, H5, H6 da həmçinin. Amma dediyim kimi H1 bir dəfə istifadə olunmalıdır əgər standartlara riayət eləyib saytınızın axtarışlarda ilk sıralara çıxmağını istəyirsinizsə. Sizə bir dənə nümunə göstərəcəm. H-lar, yəni teqlər, başlıq teqlərindən hazırlanmış bir mətn olaraq. Avtomobillər hissəsi yaradıram. Avtomobillər. Bunun içində 2 dənə başlığımız olacaq. H2 başlığımız. Biri elektrikli avtomobillər.
digəri isə dizel. Yazamadım. Avtomobillər. Bunların da altında hansı maşınların elektrikli, hansının isə dizel olduğunu bildiririk. Bunun üçün də H3-dən istifadə edirik. Məsəl üçün, elektrikli avtomobillərdən biri Tesla, digəri isə məsəl üçün BYD olsun. Bunları da baş qarışıqlığı olmasın deyə hissə sağa atacağım. Bunları seçdikdən sonra taba basaraq eləyə bilirəm. Sonra H3-ü də H2-dən sonra eləyirəm ki, daha hiyerarxik şəkildə görsənsin. H2 dizel avtomobillər, onların altına nə aiddir? Məsəl üçün H3 yazıram. H3 yazamadım yenə. Başaramadık abi. Neyi başaramadık? Burada tutaq ki, Opel Astra 1.3 tutaq ki. H3 məsəl üçün Mercedes CDI motorlar məsəl üçün. Və s. Yəni təxmini belə bir hiyerarxik struktur qura bilərəm ki, siz bunu daha aydın şəkildə başa düşə bilərsiniz. Məsəl üçün avtomobillər yazıldı. Biz burada indi P teqinə keçirik. Elə bu misalın içində sizə göstərəcəm. P teqi, yəni paraqraf, başlanğıcı və sonu olan teqlərdir. Həmçinin də H1, H6-ya kimi olan teqlərin də başlanğıcı və sonu olur. Biz məsəl üçün avtomobillər haqqında paraqraf yazırıq. Tutaq ki, məsəl üçün belə bir şey yazıram. Elektrikli, benzin, dizel və plug-in hibrid. Məsəl üçün belə bir şey yazdım. Elektrikli avtomobillər. Tutaq ki, bütün dünyada 2 dənə elektrikli avtomobil olsun. Bunlar Tesla və BYD. Yəni bizim indi yazdığımız mətnə əsasən belə bir şey yazıram. Yenə bir dənə P açıram. 2 model elektrikli avtomobil mövcuddur. Tesla və BYD. Tesla P-ni yazmaq yadımdan çıxdı. Tesla Elon Musk tərəfindən idarə olunur. Məsəl üçün belə yazıram. Opel Astra, Mercedes CDI və s. məsəl üçün. Bunları qeyd elədim. Bunu save eləyib, gəlib burada baxsam, görəcək ki, avtomobillər ümumi tək bir başlıqdır. 4 cür avtomobil mövcuddur. Bu paraqrafdır. Elektrikli avtomobillər alt başlıq, yəni H2-dir. 2 ədəd bizim H2 teqimiz var. Elektrikli avtomobillər, dizel avtomobillər. Burada da ümumi qısa bir məlumat vermişəm. Sonra H3 ilə elektrikli avtomobillərin alt başlığını qeyd eləmişəm ki, Tesla, yəni H3 ilə olan bir başlıq. Onun altında paraqraf, BYD, bu da H3, bunun da altında paraqraf, dizel avtomobillər və s. və ilaxır. Yəni hiyerarxiya formatında bu cür istifadə olunur. Məsəl üçün öz saytıma daxil olum. Mən burada yazdığım bir məqaləni, bir il əvvəl yazdığım bir məqalə var. HTML nədir? Ona daxil oldum sizə bu hiyerarxiyanı göstərmək üçün. Deməli, bizim birinci HTML nədir başlığı. Yəni, buradan daxil olum. Bizim HTML nədir başlığımız H1 teqindən istifadə olunub, yəni yazılıb və bunu bir dəfə yazmışam. Yəni, başqa hissələrdə istifadə eləməmişəm. Sonra burada H2 başlığımız var. Sonra başlanğıc H3 və s. bu struktur üzrə getmişəm. Gördüyünüz kimi paraqraf, H3, yenə paraqraf, yenə H3, paraqraf, bu listdir, ordered listdir və siyahılar da mən gələcək dərslərdə keçəcəm. Və s. və ilaxır bizim yazdığımız mətnlər bu cür görsənir. Bu, həm oxuyucu tərəfindən, həm də ki, axtarış motorları tərəfindən yazılmış mətnin quruluşunu anlamağa kömək eləyir.
Google və digər axtarış motorları səhifənin strukturunu, quruluşunu öyrənmək üçün teqlərə, yəni başlıqlara baxır. İndi isə bu videonun ikinci hissəsinə keçirik. Yəni sizə izah eləyəcəyim bəzi, belə deyək, triklər, nə bilim, gələcəkdə çox güman ki, ehtiyacınız olacaq. Düzdür, axtarış motorlarından, Google-dan və s. bunları tapa bilərsiniz, amma öz yaddaşınızda qalmağı da daha yaxşıdır. HTML kodlarının içində istifadə olunan bəzi simvollar var ki, biz bunları bu kodlarla yazaraq göstərə bilərik brauzerdə istifadəçilərə. Məsəl üçün, kiçikdir işarəsi. Biz burada bunun altına qeyd edeyim, bunu save eləyim. Azad. Burada böyükdür, kiçikdir işarələrinin altında Eyvazov yazıram. Və save eləyib burada baxıram. Azad yazılır. Eyvazov yox. Nə üçün? Çünki bunu tek kimi gördü. Burada boşluq qoya bilərik. Onda da VS Code, yəni kod editoru bizə error verir. Bunu da save eləyirəm. Bu səfər Eyvazov gəlir. Böyükdür, kiçikdir işarələri ilə. Amma biz, məsəl üçün, belə istəmirik. Bitişik istəyirik. Onda nə edirik? Kiçikdir işarəsinin yerinə bunu qoyuruq. Qoyanmadıq. Böyükdür işarəsinin yerinə isə bunu qoyub, save eləyib və baxırıq. Gördüyünüz kimi, ya da görmədiyiniz kimi, burada böyükdür, kiçikdir işarələri düzgün şəkildə gəlmiş oldu. Yəni, HTML-də biz bunu yazanda LT və GT-ni, təbii ki, burada and işarəsi və nöqtə vergül işarələrini qoymaqla biz burada HTML-də brauzeri bəlli elədik ki, bu kiçikdir işarəsidir, bu isə böyükdür işarəsi. Və qarşımıza bu cür gəlmiş oldu. İkinci isə, daha doğrusu üçüncü isə, ampersand işarəsini qoymaq istəyiriksə, bu da HTML-də əvvəlcədən təyin olunmuş simvollardan biridir. Gördüyünüz kimi bu, biraz böyüdüm. Gördüyünüz kimi bu əvvəlcədən təyin olunmuş bir simvoldur. Və burada bir karakter, belə deyək, var, and, ampersand işarəsi. Bunu HTML öz dilində, yəni əvvəlcədən təyin olunmuş olaraq başa düşdüyü üçün biz burada bunu qoysaq, HTML bunu əvvəlcədən təyin edilmiş karakter olaraq başa düşəcək. Bunun da qarşısını almaq üçün IMP yazırıq, save eləyirik. Burada baxırıq ki, IMP işarəsi gəlmiş oldu. Belə yazsaq, yenə gəlmiş olacaq, amma başa düşülməsi üçün biz IMP olaraq yazmalıyıq. Dördüncü kod, yəni 2 dırnaq işarəsi var. Yəni bu. Bunu da yaza bilməyimiz üçün bir dəqiqə bundan sonra qeyd edeyim. Kod yazırıq. Nöqtə vergül. Və bizə nöqtə vergül vermiş olur. Darıcı nöqtə vergül yox, üzr istəyirəm. Qoşa dırnaq vermiş olur. Tək dırnağı isə apos ilə yazırıq. Yeniləyirik səhifəni və tək dırnaq gəlmiş oldu. Bu birləri tez-tez keçəcəm, vaxtınızı çox almayım deyə. Copy və register yazdıq. Saytların altında bəzən görə bilirsiniz ki, məsələn, bilməm mənim saytımda var idi, yoxsa yox. Bu işarə var. Copyright bildirir və onun üçün də biz burada copy yaza bilərik. Register işarəsi, yəni bu işarəni də yaza bilməyimiz üçün ampersand reg nöqtə vergül yazmağımız kifayət eləyir. Trade də bunların içinə əlavə eləyirəm. Yəni TM yazılmağı üçün ampersand trade nöqtə vergül istifadə eləyirik. İndi isə gəlirik hara? Təbii ki, valyutalara. Euro işarəsini göstərmək üçün bunu yazırıq. Manatı, dolları göstərməyimiz üçün bunu yazırıq. Və Azərbaycan manatı üçün bunu yazırıq. Save eləyirəm yenə, baxıram və bunlar gəlmiş oldu. Gördüyünüz kimi euro, dollar və manat. Başqa nələrimiz var? Oxlar var, bunları da aşağıda qeyd eləyirəm. Bunların da uzatması, yəni açıqlaması right arrow və left arrow deməkdir. Sağa ox və sola ox gəldi. Qaldı bir dənə
non-break space. Non-break space-i də mən sizə belə izah eləsəm başa düşməyəsiniz, çünki heç bir şey gəlmiş olmur. Amma burada diqqət eləsəz nəsə var. Bunu belə izah eləyə bilərəm. Non-break space iki cür halda istifadə olunur. Birinci olaraq normal boşluq əvəzinə, tutaq ki, Azad Eyvazov yazıram. Burada bu gəldi. Bunun yerinə, yəni bu boşluğun yerinə non-break space yazsam, yenə boşluq gəlmiş olacaq. İndi deyərsiniz ki, fərqi nədir? Birinci fərq ondan ibarətdir ki, biz burada birdən çox boşluq qoyub, save eləyib, geri qayıdıb, yeniləsək, görəcək ki, sadəcə bir boşluq görsənmiş olur. Biz birdən çox boşluq istifadə eləmək üçün non-break space istifadə eləyirik. Əgər biz bu halda yazsaq, onda browser bunu tək bir boşluq olaraq başa düşür. Amma non-break space-i 3-4 dəfə və yaxud nə qədər istəsək əlavə eləsək, indi fikir verin, aradakı boşluq sayı çoxalmış oldu. Yəni bunların hər birini tək bir boşluq olaraq yox, üçündə 3 boşluq olaraq görmüş oldu. Bunu çoxaltsam, görəcək ki, aradakı boşluq, yəni məsafə çoxalmış oldu. Bu birinci istifadə olunan hissədir. İkinci isə nə üçün istifadə olunur? Bunu da praktiki şəkildə göstərim. Bunları kopyalayıram və çoxaldıram. Yeniləyirəm. Azad Eyvazov burada gəldi. Bəzilərini silirəm. Test yazıram. Yeniləyirəm. Sizə göstərməyim üçün bunu eləyirəm. Test. Azad Eyvazov. Aha, indi gəldik istədiyimiz məqama. Burada Azad və Eyvazov ayrılmış oldu. Aşağı düşmüş oldu Eyvazov. Onun düşməyini istəmiriksə nə edirik? Non-break space təbii ki. N, B, S, P. Non-break space yox, non-breaking space. Düzgün oxunuşu. Bunu elədik, save elədik və gördüyünüz kimi Azad Eyvazov aşağıya birlikdə düşmüş oldu. Bu haralarda istifadə olunur. Məsəl üçün biz hər hansı bir məhsul paylaşmışıq. Məsəl üçün bodydən sonra yox, bodydən sonra da standartlara uyğun deyil. Bodynin içində yazmalıyıq. Tutaq ki, HTML dərsləri. HTML dərsləri məhsulu yazamadım. Burada gəldi. Bunun qiyməti məsəl üçün 50 manat. 5000 manatla. İstədiyimiz qiyməti qoya bilərik, zaten fərziyyədir. Bu 5000 manat əgər, burada bir dənə göstərim. HTML dərsləri məhsulu 5000 manat gəlib burada düşsə aşağı, 5000 yuxarıda, manat aşağıda olsa, o düzgün deyil. Yəni bu bir yerdə yazılmalıdır. Onun üçün də buradan silirəm ki, biraz aydın şəkildə izah eləyim. Bunları çoxaldıram. $5000 manat. Burada da həmçinin nə etməliyik? Non-break space istifadə eləməliyik. Və budur, 5000 manat bir yerdə aşağı düşmüş oldu. Bu ad soyadda da lazım ola bilər, qiymət bəlli edəndə də və s. Baxır istifadə yerinə. Son olaraq bəzi sizə həm semantik, həm də semantik olmayan, yəni mənalı və mənasız olan təqləri izah eləyəcəm. Təbii ki, bu mətn təqlərinə aiddir. İlkin olaraq bunları silirəm. Burada Azad Eyvazov yazıram. Yeniləyirəm. Bunlar qalsın. Bunların arasında məsəl üçün fərqli bir şeylər olduğunu bildirmək istəyirəmsə, HR təqindən istifadə eləyirəm. Bu nə edir? Bu arada bir dənə xətt qoymuş olur. Bundan əlavə Azad Eyvazov, bir dənə də Azad Eyvazov yazıram. Yan-bayan gəlmiş olur. Mən bunların birinin aşağıda olmağını istəyirəmsə, BR, yəni break təqindən istifadə eləyirəm. Və budur, aşağı düşmüş oldu. Bunları birdən çox istifadə eləsəm, o qədər, o sayda aşağı düşmüş olacaq. Bir də qeyd edeyim ki, paragraf PTG blok səviyyəsindədir. Yəni, biz gördüyünüz kimi bir yarı sildik, amma Azad Eyvazov, ikinci Azad Eyvazov aşağı düşmüş oldu. Çünki inspektdən baxsaq görəcəyik ki, PTG olduğu yerin tam hissəsini tutmuş olur. Yəni, soldan sağa nə qədər yer varsa hamısını tutmuş olur. Amma P-siz istifadə elədiyimiz
Azad Eyvazov yazısı gördüyünüz kimi olduğu qədər yeri tutmuş olur. Təbii ki, bunları biz CSS-də dəyişə bilirik. Bunda gələn CSS dərslərində göstərəcəm. Bunu da mən heyət çevirsəm, görəcək ki, bu da və bu da hər ikisi olduğu qədər hissəni yox, olduğu hissənin tam yerini, tam qədərini tutmuş olur. İndi isə eyni işi görən iki cür tag var. Bunlardan biri semantik, biri isə semantik olmayandır. Bunlar nədir? Bold, məsəl üçün. Azad. Azadı mən qalın yazmaq istəyirəmsə, B tagindən istifadə edirəm. Bu bold deməkdir. Azad Eyvazov. Burada baxıram. Görəm ki, Azad qalın yazılmış oldu. Eyvazov isə normal. Bunu B tagi vasitəsilə eləmiş oldum. Burada bir dənə bir yer atıram. Aşağı düşürəm. Burada strong olur. Strong da nədir? Strong da həmçinin qalın eləyir, amma bir şeylə fərqlənir. Gördüyünüz kimi hər bir şeyi eynidir. Yəni heç bir dəyişiklik yoxdur vizualda. Amma biri semantikdir, yəni strong semantik tagdir. Bold isə semantik tag deyil. Bunları da biraz böyüdüm. Əgər biz axtarış motorlarına və yaxud da hər hansı bir əlilliyi olan, yəni görmə zəifliyi və s. olan insanların istifadə elədiyi alətləri məlumat ötürmək istəyiriksə, buradakı azad və yaxud da ki, hər hansı bir mətndə, hər hansı bir hissənin əhəmiyyətliliyini vurğulamaq istəyiriksə, strongdan istifadə eləməliyik. Yox, əgər sadəcə biz görünüşdə qalın göstərmək istəyiriksə, B tagindən istifadə eləməliyik. Strong həmçinin də axtarış motorlarına bu hissənin, yəni strong tagləri arasında olan mətnin əhəmiyyətli olduğunu da vurğulayır. Dediyim kimi, B tagi də normal, qalın göstərmək üçün istifadə olunur. Başqa nəyimiz var? Bir yer atıram, yəni aşağı sətrə düşürəm. I tagi var bizdə. I italik deməkdir. Azad Eyvazov. I tagi də yazını sağa tərəf əymiş olur. I tagindən savayı mətni əyri göstərmək üçün istifadə edilən taglərdən biri də M tagidir. M tagi də yazını əyri göstərir. Amma bu semantik tagdir, I isə yox. I tagində də, M tagində də gördüyünüz kimi ikisi də əyri oldu. Sadəcə I tagi vizual, yəni görünüş baxımından əyri göstərir. M tagi isə həm vizual baxımdan əyri göstərir, həm də ki, bu hissənin vurğulandığını, əhəmiyyətli olduğunu bildirir. Belə dostlarım, qardaşlarım, sirdaşlarım, yoldaşlarım. Dərsimiz bu qədər idi. Mətn tagləri haqqında yadımda qalan bütün hər bir şeyi sizə izah elədim. Son sözlərim isə kanala abunə olmağı, əgər hər hansı bir qaranlıq bir yer qalıbsa sizin üçün və yaxud da sadəcə hal-əhval soruşmaq üçün də rəy yazmağı və əgər HTML öyrənmək, WordPress və s. öyrənmək istəyənlərin ümumiyyətlə web proqramlaşdırmaya marağı olan dostlarınız, yaxınlarınız varsa, həmin şəxslərə videonu paylaşmağı unutmayın. Sağ olun, salamat qalın.